qaydada bu dəfə əllərimiz çırpma ilə əvəz eləyəcək barmaqlarımızı. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. Və yaxud əllərimizi saxlayırıq ortada. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, yuxarı qaldırmayaq. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. İndi isə hərəkətimizi musiqi ilə birlikdə eləyək. Üzr istəyirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8. İndi isə bu hərəkətin əllərlə olan variantını göstərim sizə. Yəni, əllər burada çox sadə gedəcək. Yenə əllərimizi açırıq. Məsələn, ayağı yana qoyanda əli də yığaq, ayağımızı açdıq, əlləri də açırıq. Bağlayırıq. Sağ tərəfə gedəndə sağ əllərini döndürəcəklər, sol tərəfə gedəndə sol əllərini. Edirik 1, 2, 3, sol, 2, 3, sağ, pəncə, pəncə, sol, 2, 3. Ola bilər əllərimizin birini də yuxarı qaldıraq. 2, 1, 2, 1, 2, 3, 4, 1, 2, 3, 4. Diqqətli olun. 1, 2, 1, 2, 3, sol, 1, 2, 3, sağ. 1, fırlandıq, açdıq əlləri, 4. 1, 2, fırlandıq, açdıq əlləri, 4. 1, 2, 3 və 4. 1, 2, 3 və eləyirik. 1, 2, 3, ayaq gəldi qabağa, 4. 1, 2, 3, indi o bir ayağımızı gətiririk qabağa. 1, 2, 3, sol. 1, 2, 3, dayanırıq və dayanırıq. Sol ayağı qoyduq, sağ ayaq gəldi. 1, 2, 3, fırlandıq, 4. 1, biraz, 2, qalxırıq, 3 və 4. 1, 2, 3 və 4. Əllərimizi qaldıracağıq. 1, 2, fırlananda əllər yığıldı, açırıq əlləri. Həm də gözlərlə də eləmək olar. Yəni, əllərimizlə gözlərimizi göstəririk. 1, 2, 3 və 4. Eləyirik. 1, pəncə, pəncə, 2, pəncə, pəncə, sağ, 2, 3, 4. İndi ayaqları göstərirəm. Deməli, qalxırıq barmaqlarımızın ucuna pəncəyə. Eləyirik. 1, 2, ayağımız gəlir, 3, 4. Dizimizi biraz bükürük, ayaq getdi arxaya. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 2, 3. Sağ, 2, 3. Daban, pəncə, pəncə. Daban, pəncə, pəncə. Dizlərimizi çalışırıq ki, bükməyək, düz saxlayaq. 1, 2, 3. Sol,